Salam əziz abituriyentlər, natural ədədlər bölməsindən 24 nömrəli tapşırığın həllinə baxaq. 24 nömrəli tapşırığın həllində deyilir ki, x, y, z natural ədədlərdir. 7y bərabərdir 8z, x bərabərdir 2z, olarsa x plus y üstəgəl z-in ən kiçik qiymətini tapın. Bundan ötürü mən deməli y-i taparam ilk növbədə. Y bərabərdir 8z böl 7 olar. Deməli x də bərabərdir 2z onsuz da. Və buradan mən baxıram ki, y natural ədəd olması üçün və ən kiçik olması üçün gərək z burada bərabərdir 7 ola. Çünki 7-ni 7-lər ixtisar olunar, onda y bərabərdir 8 olar və x də bərabərdir 14 olar. Bizdən tələb olunur ki, x plus y üstəgəl z-in ən kiçik qiyməti, o da edir 7 üstəgəl 8 üstəgəl 14, o da bərabərdir 29. Diqqətiniz üçün təşəkkür edirəm.